15 yaşadək məktəblilərin gimnaziyada idman oyunlarında yarışların 4-cü günündə CBC Sport kollektivi olaraq Serbiyanın Priboj şəhərində təşkil olunan atletika yarışlarındayıq. Milli komandamızın 2 üzvü mübarizəyə start versə də onlardan heç biri medalçılar siyahısına düşməyi bacarmayıb. Atletika yarışlarında 1500 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Azəri Məmmədli 5 dəqiqə 22 saniyelik nəticə ilə yekunda 13-cü pillənin sahibi olub. Disk atma yarışlarında isə Zeynəb Əmrahova 33,27 metr nəticə göstərərək 7-ci olub. Qeyd edək ki, atletika yarışlarında təmsilçilərimizin mübarizəsi bu gün də davam edəcək. Yarışların 5-ci günü taekvondostlarımız üçün uğurlanıb. Belə ki, təmsilçilərimiz 3-ü Pumse növündə olmaqla ümumilikdə taekvondoda 12 qızıl, 1 gümüş medal qazanıblar. Yekunda isə komandamız taekvondo yarışlarında mübarizəni 13 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurublar. Çimərlik voleybolu üzrə yarışlara da start verilib. Qızların ibarət millimiz Benin yığmasına qalib gəlib. Oğlanlar isə ABŞ-dən olan həmyaşıdları ilə bacarmayıblar. Bundan başqa kəmandan ox atma qarışıq komanda yarışında da millimiz aktivinə qızıl medal yazdırıb. Qeyd edək ki, hazırda komandamızın aktivində 23 qızıl, 12 gümüş, 18 bürünc medal var.